Hər vaxtınız xeyir olsun, əziz və sevimli tamaşaçılarımız. Yenidən sizinlə görüşə gəlmişik. Bugün də çox dəyərli bir qonağımız var. Mən istəyirəm ki, valideynlər ekranlara yaxın əyləşsin. Hər vaxtınız xeyir olsun. Bəli, Həkim Nə deyir verilişi efirdədir. Maraqlı bir qonağımız var. Həkim pediatr Zarina Şıxzadayeva bizim qonağımızdır. Necəsiz? Xoş gəlmisiniz. Hər vaxtınız xeyir. Çox sağ olun. Sizi studiyamızda görməyimizə çox şadıq və əminəm ki, bizi izləyən valideynlər üçün sizin bugünkü məsləhətləriniz çox maraqlı olacaq. Zarina xanım, əvvəlcə gəlin sizi daha yaxından tanıyaq. Zarina Şıxzadayeva kimdir və necə oldur ki, belə maraqlı bir sahəyə gəldi? Azərbaycan Tibb Universiteti bitirmişəm. Bitirəndən sonra müxtəlif ölkələrdə təcrübə keçmişəm. Türkiyədə, Avropada, Amerikada. Ən çox da Türkiyənin Ege Hastanesi, Tanastepe Hastanəsində praktika keçmişəm. Pediatriyanın müxtəlif sahələrdə təcrübə almışam. Zarina xanım, ailənizdə həkim var idimi? Ailənizdə? Ailəmdə hamı həkimlərdir. Həkimlər. Ata tərəfdən hamı həkimlərdir. Babam, atam, bibilərim, dayı hamısı həkimlərdir. Maraqlıdır, ona görə deyirlər ki, həkim sənəti, həkim peşəsi birbaşa genetik bir sahədir. Hər kəs nənəsinə, babasına və ya ailədə kiməsə baxaraq həkim olmağı seçir. Amma mən uşaq vaxtından o mənim ən böyük arzum olub ki, pediatr olum. Mənim yadıma gəlir ki, oyuncaqlara mən iynələr vururdum. Gələcəklərə. Siz pediatriyanı seçdiniz. Bəs babanız, atanız, bibiləriniz, onlar hansı sahədə idi? Babam can həkimidir. Bibilərim də can həkimidir. Bütün sahələrdə demək olar ki var, amma mən pediatriyanı istədim. Çox gözəl, sizi tanımaq çox xoşdur. İstəyirəm keçək mövzuya. Siz pediatrsınız. Bəli. Mənə çox maraqlıdır ki, valideynlər sizə ən çox hansı problemlərlə müraciət edirlər? Ən çox valideynlər mənə şikayət edirlər ki, uşaqlar bağçaya getməyə başlayanda, məktəbi başlayanda yoluxucu xəstəliklərlə təmasda olurlar və onları hamısını evə getirirlər. Şikayət edirlər ki, uşaq bir həftə bağçaya gedir, 2 həftə də müalicə alır evdə. Yəni ən çox hal-hazır müraciət edən bu xəstəliklər. Daha çox yoluxucu xəstəliklərlə bağlı. Bəli. Bəs bunlardan, məhz yoluxucu xəstəliklərdən biz necə qoruya bilərik övladlarımızı? Onların səbəbləri odur ki, uşaqlar indi çox az hərəkətdədir. Onlar daha çox televizor, planşet arxasında olurlar. Bu zaman tənəffüs yollar, əzələlər işləmir və yerli immunitet olmur. Yerli immunitet yaranmır. Bağçaya gedəndə və ya məktəbə gedəndə yerli immunitet zəif olur deyə
müxtəlif viruslarla təmasda olurlar və xəstələnirlər. Xəstələnə bilərlər. Demək ki, uşaqlarımız mütləq şəkildə mən belə başa düşdüm ki, hansı ki bizim dövrümüzdə, yəni bizim yaşımızda uşaqları daha çox küçədə, həyətdə oynamağa vadar eləyirlər ki, gedin, uşaqlar oynayın, atlanın, düşün, futbol oynayın, voleybol oynayın. Əsas odur ki, hərəkətli olun, yəni bir yerdə əyləşməyin. Siz də bunu tövsiyə edirsiniz. Mən belə başa düşdüm ki, mütləq şəkildə uşaqlar hərəkətli olmalıdırlar. İstərdim ki, allergiyalardan danışaq. Uşaqlarda tez-tez rastlaşdığımız. Məsələn, mənim bacımın 3 uşağı var. Üçündə allergiyası var. Və doğulandan həkimlərə aparırlar və mən belə başa düşdüm ki, bunun müalicəsi yoxdur. Sadəcə olaraq nəzarətdə saxlamaq lazımdır. Sualım belədir. Niyə uşaqlarda bu qədər çox yayılıb allergiya? Bəli, düz deyirsiniz. Bu çox aktual problemdir. ÜST məlumatlarına görə hər 5-ci, 6-cı uşaq allergiyadan əziyyət çəkir. Səbəbi də ekologiyadır, keyfiyyətsiz yeməklərdir və ən əsas odur ki, indi valideynlər uşaqları çox steril saxlayırlar. Onlar bəli, onlar təmasda olmalıdır hər şeylə. Əgər orqanizm nəysə yeni görürsə, allergik reaksiya olur. Ona görə biz çox steril saxlamamalıyıq uşaqları. Nə qədər uşaq hər şeylə kontaktda olursa, o qədər onun immuniteti də olur. Bəli, və allergik reaksiyalar azalır. Maraqlı yanaşmadır. Məsələn, uşaqlıqda biz nə edirdik? Hər gün həyətdə olurduq. Bəli. Torpaqla ünsiyyətimiz var idi. Yəni bu qədər üstümüzdə əsmirdi valideynlərimiz. Düz deyil Zümrüt xanım. Tamamilə doğrudur. Mütləq şəkildə dediyiniz kimi torpaqla, hətta özümüz üçün belə oyunlar kəşf edirdik. İnanın, bəzən biz zibillərlə belə oynayırıq. Əlbəttə ki, hətta biz o qədər bizə deyirdi əl yuh, məsələn, valideynlər deyir, indi daha çoxdur. Əlini yuh, əlini yuh, əlini yuh. Amma biz gəlirdik, yeməyimizi, çörəyimizi götürüb aşağı düşürdük. Yəni çox rahat idi. Həm də məsələn mən balaca olanda rayona gedəndə heç vaxt mənə demirlər ki, ağacdan dərdiyin meyvəni yuh, elə ye. Yəni ağacdan meyvəni dərib yerdik. Heç bir nə allergiyamız olurdu, nə xəstəliyimiz olurdu, nə hər hansı bir belə deyim ki, xəstəlikdən əziyyət çəkirdik. İndi sadə şeylərə də allergik reaksiyalar olur ki, çünki uşaq onu ömründə birinci dəfə görür, amma o sadə bir şeydir. Birinci dəfə orqanizm onu görəndə reaksiya allergiya kimi olur. Maraqlıdır. Bu niyə olur Zarina xanım? Çünki bizdə orqanizmdə, qanda hüceyrələr yeni bir element görəndə onların sayı çoxalır və bu reaksiyalar müxtəlif olur. Dəridə, məsələn, diareya kimi ola bilər, asqırma kimi, gözdən yaşlar gəlmə, müxtəlif formalarda o reaksiyanı göstərə bilər. Zəynə xanım, nəyə görə bu günlərin uşaqlar arasında danışma ləngiməsi çoxalır? Bu qlobal tendensiyadır. Səbəblər çoxdur indiki zamanda. Uşaqlar çox az ailə ilə ünsiyyətdə olurlar. Valideynlər işləyir, dayılar o qədər də uşaqlarla danışmır. Uşaqlar telefon, planşet arxasında çox olurlar. Ünsiyyətdə olmurlar. Düzdür. Onlar proqramlardan çox şey öyrədirlər, dil də öyrədə bilərlər. Amma özləri danışmırlar. Daha çox dinləyirlər, daha çox görürlər. Daha çox dinləyirlər, bəli. Və danışmırlar amma. Ona görə danışıq mərkəzi aktiv olmur. Nitq ləngiməsi problemi daha çox oğlan uşaqlarında müşahidə olunur. Müxtəlif səbəblərdən nitq ləngiməsi olan uşaqların sayı daha da artır. Vaxtında aşkar edilərsə və aradan qaldırılarsa, bu o qədər ciddi problemə çevrilməz. Nitq inkişafındakı geriləmə vaxtında düzəlməsə, uşaq böyüdükcə onun psixologiyasında da geriləmə müşahidə olunacaq. Psixi nitq inkişafının ləngiməsi diaqnozu 5 yaşdan yuxarı uşaqlarda daha çox qoyulur. Lakin orta hesabla onların 20%-də bu xəstəlik olur. Bu vəziyyət başa düşüləndir. Çünki uşaq məhz bu yaşda fəal ünsiyyət qurmağa başlayır. Ancaq uşaq ünsiyyətə girmədikdə valideynlər narahat olmağa başlayırlar.
5 yaş nitq ləngiməsinin müalicəsinə başlamaq üçün artıq gecdir. Belə çıxır ki, mütləq şəkildə ünsiyyətdə olmalıdırlar uşaqlar. Mütləq yaxınları ilə danışmalıdırlar ki, onların danışıqdakı o nöqsan aradan qaldırılsın. Amma mən Zarina xanım belə bir şeydə xatırlayıram ki, məsələn, bəzən deyirdilər ki, qız uşağı ilə oğlan uşağının fərqi nədir? Oğlan uşaqları daha gec dil açırlar, düzdür? Bəli, o var. Var. Statistikaya görə nevrologiyada araşdırmalar aparılıb. Daha çox oğlanlarda belə problem rast gəlir. Səbəb nədir? Mən həmin ki də maraqlıdır. Nə ilə bağlı? Oğlanlar daha çox dinləməyi sevirlər, ona Bəli, görə. oğlanların, qızların beyni də fərqlidir. Tibbdə müşahidələr göstərir ki, qızlarda diqqət zamanı beynin çox mərkəzlər aktiv olur, aktivləşir. Oğlanlarda amma dəqiq nəyə o fikir verirsə, beynin o mərkəzi aktiv olur. Aha, qadınlar çox maraqlı. Onu gördülər də qadınların kişilər çox fərqlidir. Beyinlər tam fərqlidir. Aha. Zarina xanım, həm də Səidə xanım görürük də yanımızda uşaqlarımız var. Yəni bacımızın uşaqları, qohumlarımızın uşaqları, hamısında planşet, telefon var. Yəni artıq uşaqlar nə edirlər? Özünə qapanırlar və telefonlardan da Özünə qapanmaq demişkən istəyərdim ki, doktor elə bax bununla bağlı öz tövsiyələrinizi və müşahidələrinizi bizim tamaşaçılarımızla bölüşəsiniz. Uşaqları bax bu bəladan necə qurtarır? Əslində deyirlər ki, dediyiniz kimi planşet ya da internetdə axtarış verəndə məsələn maarifləndirici videolarda qarşımıza çıxır falan, uşaqlar üçün bu çox yaxşıdır, amma bunun fəsadları daha çoxdur. Necə eləyək? Məsləhət nə verirsiniz bizə? Ki bizim uşaqlarımızı bunlardan qoruyaq. Ünsiyyətdə çox olmaq lazımdır, onlarla çox danışmaq lazımdır. Biz heç bilmirik uşaq televizorun, planşetin arxasında nə edir? Əvvəllər həyətə çıxırdılar, uşaqlarla oynayırdılar. Biz bilirdik uşaqlar həyətdə nə edirik. Amma indi uşaq yanındadır, planşetdədir, amma bilmirik o orada nə edir. Tamamilə doğrudur. Uşaqlarımızı internetdən, planşetdən qorumalıyıq. Sağlamlıqları üçün. 80-ci illərin, 90-cı illərin əvvəllərində bu qədər problemlər yox idi uşaqlar arasında. Bəlkə də var idi. Sadəcə bu qədər müraciət edən yox idi həkimlər. Necə düşünürsüz? Mənə elə gəlir ki, doktor bayaq dedi ki, valideynlər həddindən artıq çox uşaqların üstündə əsirlər. Həddindən artıq çox belə uşaqların necə deyim, həyatını izləyirlər. Ona görə də daha çox belə ortaya problem gəlib çıxır. Siz belə düşünmürsünüz? Əvvəl də problemlər çox idi, amma başqa cür idi. İndi nevrologiyada problem çoxalıb uşaqlarda. Əvvəl infeksion xəstəliklər çox idi. Əvvəl başqa səbəblərə görə müraciət edirdilər uşaqlar, amma indi problemlər də dəyişib. Bu bəlkə Bəzi xəstəliklər tamamilə rast gəlmir, silinib. Əsasən infeksion xəstəliklər, çünki tibb inkişaf eləyir, o infeksiya olan kimi biz dərman veririk, uşaq sağalır. Amma indi nevroloji problemlər çoxalıb. Bunun kökündə nə dayanır? qida ola bilər. Nə dayanır? Nəyə görə bu qədər çoxalır? Xüsusilə uşaqlar arasında. Qidaların keyfiyyətsizliyi, hətta hamiləlikdən əvvəl ananın qidalar, o da təsir eləyir. Ananın yediyi qidalar da evlada təsir eləyir. Hətta o da təsir eləyir. İndi səbəblər çoxalıb. Çünki ekologiya pis olub, radiasiya çoxalıb, səbəblər çoxalıb deyə mövcud vəziyyət, yəni uşaqların əsəblərinə birbaşa təsir edir deyirsiniz. Buradan elə çıxır ki, Səidə xanım, indi əslində biz dedik ki, valideynlər uşaqlarına biraz az vaxt ayrılırlar. Amma əslində belə başa düşdük ki, ünsiyyətdə olmurlar. Ünsiyyətdə olmurlar, amma belə başa düşdük ki, o qədər çox məlumat var ki, artıq valideynlər hər dəfə uşaqda bir problem görəndə həkimə aparırlar. Hə. Bir mənalı. Doktor, bax artıq səbəbi bilirik. Bilirik ki, uşaqlar arasında hansı problemlər var və hansı problemlər artıq qloballaşır uşaqlar üçün həyəcan təbii çalınır. Yaxşı, bu problemlərin həlli üçün biz nə edək? Məsələn, deyirsiniz ekologiyada problem var,
qidalanmamızda problem var. Bunların hamısı uşaqlara birbaşa təsir eləyir, onların əsəblərinə, onların həyat tərzinə. Necə qoruyaq evladlarımızı? Bax, bu bəlalardan evladlarımızı necə qoruya bilərik? Bu bəlalardan qorumaq üçün biz səbəbi tapmalıyıq. O səbəbi də müalicə eləməliyik. Nəticə odur ki, beyində, neyronlarda əlaqə pozulur. Bu əlaqələri biz qurmalıyıq və onu da inkişaf elətdirməliyik. Zarina xanım, neyronlardan danışdıq. Elə bu sual vermək istəyərdim. Neyron əlaqələrin bərpası nə deməkdir? Bu beyində zəif və zədələnmiş zonaların stimullaşdırılmasıdır. Mən dediyim kimi indi çox səbəblər var ki, bu neyron əlaqələr pozulur. Və biz onları bərpa eləyib, onu aktivləşdiririk. Səbəbi də onunla keçir. Müalicəsi var yəni. Müasir zamanı var. Əvvəl bunu bilmirdilər, səbəbi də bilmirdilər. Səbəbi biləndə demək olar ki, müalicə də asanlaşır. 90% problemi də aradan qaldıra bilirik. Bəli. Zarina xanım, bax, diqqət çatışmamazlığı və hiperaktivlik sindromu indi demək olar ki, aktiv uşaqların əksəriyyətinə qoyulur. Bu dəbdir, yoxsa real problemdir? Bu real problemdir. İndiki zamanda diqqət çatışmamazlığı və hiperaktivlik sindrom zamanı uşağın beynində proseslərin balansı pozulur. Diqqət çatışmazlığı və hiperaktiv pozuntu uşaqların mərkəzi sinir sistemi yetkinləşməsinin ləngiməsi, beyin funksiyalarının formalaşması, yeni yaşam şəraitinə uyğunlaşma və idrak fəaliyyətində çətinliklərə səbəb olur. Təxminən 2-3 yaşlarında uşaq ayaq açmağa başladıqda hərəkət funksiyalarında özünü biruzə verir. Mütəxəssislər hesab edir ki, çoxsaylı araşdırmalara baxmayaraq diqqət çatışmazlığı və hiperaktiv pozuntunun spesifik səbəbləri yoxdur. Buna genetik neyroanatomik, neyrofizioloji, biokimyəvi, psixososial amillərin təsiri ehtimal olunur. Pozuntu patogenizmdə genetik meylin həlledici rolunu oynayır. Lakin problemin davam etmə müddətində isə ona uyğun gələn simptomlarla bağlı olur. Mən özüm uşaqlarla işlədiyim üçün uşaqlar arasında hansı sindromun daha çox yayıldığını təxmin eləyə bilirəm, görürəm, müşahidə edirəm. Bilirsiniz ki, son illər uşaqlar arasında autizm sindromu həddindən artıq çox yayılıb. Mən istərdim ki, bu barədə danışaq. Bunun səbəbi nədir? Bunun müalicəsi varmı? Hansı halda valideynlər həkimə müraciət etməlidirlər, mütəxəssisə müraciət etməlidirlər? Bilirəm ki, autizm sindromlu uşaqların valideynləri daha çox xaricə, yəni digər ölkələrə üst tuturlar, çünki müalicənin orada olduğunu deyirlər. Bizdə bunun müalicəsi varmı? Nə etməlidirlər bu sindromdan əziyyət çəkən uşaqların valideynləri? Xahiş edirəm, tövsiyələrinizi və məsləhətlərinizi bizimlə bölüşün. Bəli, çox aktual problemdir bu. Statistika bizə göstərir ki, müasir zamanı hər 36-cı uşaqda autistik spektr pozuntusunun simptomlar tapırıq. Bunun səbəbi yenə də o neyron birləşmələrdə problem olması, ekologiyadan asılıdır, infeksion xəstəliklərdən asılıdır, çoxlu hamiləlik zamanı çoxlu dərman qəbul edilir, stresslər çoxalıb. Onlar hamısı səbəblərdir və bu səbəblər beynində neyron əlaqələri pozur və beyin informasiyanı filtr eləyə bilmir. Onu qəbul eləyib düzgün paylamır beyinə. Səbəb odur. Ona görə bizdə autistik spektr pozuntusu ilə uşaqların sayı, diqqət çatışmamazlığı, hiperaktivlik sindromu, nitq ləngiməsi və tamamilə nitqin olmaması belə uşaqlar çoxalıb.
Autizm spektr pozuntusu dedikdə bir neçə xəstəlik nəzərdə tutulur. Atipik autizm, Rett sindromu, Asperger sindromu, Heller sindromu və uşaq autizmi bu qrupa daxildir. Bu pozuntuların hər biri spesifik əlamətinə görə fərqlənir və müvafiq yanaşma tələb edir. Ümumiyyətlə, bir çox psixi pozuntular kimi autizm spektr pozuntusu da fərdi xarakter daşıyır. Yəni, eyni diaqnoz təyin edilmiş iki pasiyentdə əlamətlər bir-birindən kəskin fərqlənə bilər. Bu isə adı çəkilən diaqnozun təyini və müalicəsinin yüksək peşəkarlıq tələb etdiyinin göstəricisidir. Mən tanıdığım autizm sindromlu uşaqların valideynləri var ki, biz tez-tez bu mövzuda onlarla söhbət edirik. Deyir ki, məsələn, mənim uşağımın 2 yaşı var idi, çox qəşəng danışırdı, ünsiyyət qururdu. Amma 3 yaşından sonra, hər hansı bir qızdırmadan sonra və ya hər hansı bir xəstəlikdən sonra onda bu, necə deyim, simptomlar görünməyə başladı. Bu nə qədər doğrudur? Belə bir şeyin olması mümkündürmü, yoxsa? Tamamilə doğrudur. Biz ona görə 1 yaş 6 aya qədər autizm spektr pozuntusu diaqnoz qoya bilmirik. Nevrologiyada bu diaqnoz qoymaq üçün bütün testlər onlar 1 yaş 6 aydan sonra olur. Bu vaxta kimi simptomlar özlərini göstərmir. Çünki uşaq danışmağa başlayır və biz onun nitqi görürük ancaq 1 yaş 6 aydan sonra. Bu vaxta kimi uşaq danışmasa o norma kimi sayılır. Amma nevrolog təxminən tapa bilir autistik spektr pozuntusunun simptomları, amma diaqnoz kimi qoyulmur. Biz bu mövzuya biraz geniş toxunmaq istəyirik. Çünki doğrudan da bu xəstəlik bayaq qeyd elədiniz ki, 36 uşaqdan birində aşkar olunur. Müşahidədə belə bir şey olmuşdu. Mənim yaxın bir adamın uşağı 3 yaşına qədər bəlli olmadı ki bu. Ancaq hardan bilinirdi? Uşaq çölə çıxanda çox aqressiv idi. Evə gələndə ona danışanda heç sənə baxmırdı. Yəni bunlardan onda da valideynlər anlamadı ki, bu uşaq autistdir. Amma bəzən də valideynlərdə belə bir fikir var ki, mənim uşağım sağalmayacaq. Bax, istərdim bu haqqda biraz məlumat verək. Müasir zamanda 100% sağalır. Çünki bu autizm diaqnozu autizm kimi qoyulmur. Autistik spektr pozuntusunun simptomlar, fərqli simptomlar. Siz dediniz, o uşaqda məsələn ünsiyyət yoxdur. Bir uşaqda belə simptom, başqa uşaqda başqa simptom var. Hələ öz nitqin ləngiməsi də bir simptom kimi ola bilər. Autism spektr pozuntusu. Ona ayrı bir diaqnoz kimi də qoyulur. Onun simptomu kimi də olur. Bu simptomları biz 100% sağalda bilirik. Çünki müasir zamanda nevrologiyada çoxlu şikayətlər var deyə, əlbəttə ki, tibb həmişə inkişaf eləyir və əsas səbəbi tapdılar. O da neyronların arasında birləşmələr problemdir. Onları düzəldəndə əlbəttə simptomlar da keçir. Maraqlıdır. Autistik spektr pozuntusunun simptomları da həmin o mərkəzlərdə neyron birləşmənin düzgün olmamasıdır. Biz onu düzəldəndə də simptomlar da keçib gedir. Ona görə autizm sağalır. Kraton Klinik sağlamlığınızın qeydinə qalır. Klinikada qadın, kişi və uşaq sağlamlığı, eləcə də gastroenterologiya, hepatologiya bölmələri fəaliyyət göstərir. Gözəlliyinizin də qeydinə qalan klinikada kosmetologiya və estetik cərrahiyyə şöbələri də var. Mərkəzimizin peşəkar tibbi personal ilə yanaşı ən müasir cihazlarla təmin olunmuşdur. Burada çalışan yüksək peşəkar mütəxəssislər, endokrinoloq, kardioloq, terapevt, infeksionist, ginekolog, uroloq, androlog, dermatolog, diyetolog və digər poliklinika ixtisaslarında tibbi xidmətlər aparılır. Klinikaya müraciət edərkən cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmaforez, biologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətlərindən də yararlanmaq imkanınız olacaq. Onu da qeyd edək ki, hazırda klinika tələbələr üçün tibbi xidmətlərdən güzəştli istifadə fürsəti yaradır.
Kraton Klinik sağlamlığınız uğur hekayəmizdir. Verilişimiz Kraton Klinikasının sponsorluğu ilə davam edir. Verilişimizin qonağı pediatr Zarina Şıxzadayevadır. Neçə yaşda narahat ola bilərik ki, məsələn, bu yaşdan sonra bizim müalicəmiz uzun çəkə bilər və bir balaca nəticə verməyə bilər. Və ya neçə yaşda gəlsək bu simptomları tamamilə aradan qaldıra bilərik. Hər şey bizim yenə də beynin işləməsindən asılıdır. Əsas bizim beynin filtri, bütün informasiyanı qəbul eləyən və əməl eləyən talamus sistemi 6-7 yaşa kimi inkişaf eləyir və 6-7 yaşda inkişafı qurtarır. O birisi mərkəzlər 10 yaşa kimi inkişaf eləyir. Amma bizim beyin əlbəttə ki, ömrünün axırına kimi neyroplastik qalır. Biz o vaxtda təsir eləyib müalicə eləyə bilirik. Amma ən aktiv vaxtı birinci 6-7 yaşa kimi, maksimum 10 yaşa kimi daha da yaxşı müalicə götürür və biz 100% uşağı o vəziyyətdən çıxarda bilirik. O vaxta kimi işləyəndə daha çox neyroplastik olur beyin və biz 100% o simptomları aradan qaldırırıq. Böyük uşaqlarda isə az neyroplastikdir. Ona görə kurslar çox olmalıdır. Demək ki, əziz valideynlər, uşaqlarınızı mütləq şəkildə daha erkən yaşda mütəxəssisə aparmalısınız. Zarina xanıma yaxınlaşa bilərsiniz. Zarina xanım Kraton Klinikasının həkimi, pediatrıdır və orada müayinələrdən keçə bilər. Bu simptomları tez bir zamanda aradan qaldıra bilərsiniz. Belə, əslində bu xoş bir xəbər idi. Çünki valideynlərə evladınızda autizm simptomları var, yəni müşahidə olunur ya da belə bir narahatçılıqdan şübhələnirik deyəndə valideynlər özlərinə qapanırlar, depressiya düşürlər ki, bizim uşağımız bu vəziyyətdən necə çıxa bilər, necə müalicə ala bilər. Bu xəbəri verdiyiniz üçün mən sizə təşəkkür edirəm. Çünki mənim də tanıdığım həddindən artıq çox bu simptomlardan əziyyət çəkən uşaqlar var. Mənə elə gəlir ki, bu onlar üçün yaxşı bir xəbər oldu. Aha. Zarina xanım, amma bunun dərəcələri də var da, elə deyilmi? Yəni ki, dərəcələri varmı elə dərəcə ki, ondan sonra artıq müalicəsi yoxdur? Yəni yoxsa necə? Dərəcələr var. Hər simptom, məsələn, ola bilər uşağın autistik spektr pozuntusunun 3 simptomu olsun, amma onlar çox dərindir. Biz deyirik ki, o 3-cü dərəcədir. 1-ci, 2-ci, 3 dərəcələr var. Amma elə ola bilər ki, uşağın autistik spektr pozuntusunun 6 simptomlar var, amma yüngül formadadır. Elə uşaqlar var ki, autizm sindromundan əziyyət çəkir, amma onlar heç kimə zərər vermirlər. Nə özlərinə, nə də ətrafındakı insanlar. Amma elələri də var ki, onlarda bu simptomlar aqressiv şəkildədir. Həm özlərini incidirlər, həm ətrafındakı doğmaları olsun, onlarla ünsiyyət qurmaq istəyən insanlar olsun, fərq etməz, onları incitməyə çalışırlar. Təbii ki, bu mütəxəssislər deyir ki, bu bir növ müdafiədir, özlərini müdafiə edirlər. Bax, bunları necə, aqressiv formada olanlar necə, müalicəyə cavab verirlərmi? Tez bir zamanda bu problemi aradan qaldırmaq olurmu? Bax, bu barədə də danışsanız. Bəli, ən əsas odur ki, bizdə neyrodiaqnostika düzgün olsun. Düzgün diaqnoz qoyulsun. Burada ən vacib diaqnostikadır, neyrodiaqnostika. Biz o aqressiya ayrı bir diaqnoz kimidir bilməliyik. Yoxsa bu autistik spektr pozuntusunun bir simptomudur. Yoxsa diqqət çatışmamazlığı və hiperaktivlik sindromun bir simptomudur. Onu da biz necə bilirik? Neyrodiaqnostikada tapırıq beynin hansı mərkəzdə neyronların arasında əlaqələr pozulub. Məsələn, əgər alın zonadadırsa, aqressiya, diqqət çatışmamazlığı, hiperaktivlik sindromun simptomu kimi gedir. Əgər talamus sistemdə neyron əlaqələr düzgün deyilsə, autistik spektr pozuntusunun bir simptomu kimi gedir.
ayrı bir diaqnoz kimi gedə bilər. Əsas bizim üçün bu zaman neyrodiaqnostikadır. Yəni bunu da həll etmək olur, yəni. Bəli. Yenə də neyron əlaqələri düzəldirik və simptomlar keçir. Və autizm sindromu genetikdir yoxsa yox? Yəni elə hesab olunur ki, bəzi sindromlar var ki, onlar genetikdir. Yəni valideyndən keçə bilər ya da hər hansı bir yaxın birinci dərəcəli, ikinci dərəcəli qohumlarımızdan keçə bilər. Bu problemə görə çoxlu elmi araşdırmalar olub, çoxdan başlayıblar və tapıblar ki, ancaq 2%-də genetik problemdir. İllərlə autistik spektr pozuntusu ilə uşaqları yoxlayıblar, genetikanı yoxlayıblar, ancaq 2%-də genetik problem tapıblar. Və demək istəyirəm ki, hansı uşaqlarda autistik spektr pozuntusu diaqnoz qoyulub və genetika tapılıb, onları doğrudan da sağaltmaq olmur. Amma kimdə genetika ilə bağlı deyil, onların simptomlar müalicə ilə keçib gedir 100%. Bu məqamda mən Zarina xanım bir sual da vermək istəyirəm. Bax, dediniz ki, genetika ilə bağlı. Mən tanıdığım genetik uşaqlardır, amma biri tamamilə sağaldı. Belə deyək ki, 99% sağaldı. Digəri isə dedilər ki, o sağalmayacaq. Onda aqressivdir. Bəs onda olanda necə? Genetika tapılıb. İki əmi oğlu. Yəni iki əmi oğlunda birində də autizmdir, ikincisində də. Zaman keçəndən sonra biliblər ki, ikinci uşaqda da, yəni o biri qardaşın. Amma bu uşaq demək olar ki 99% sağalıb. Məktəb birincisidir, hər şey. Amma bu uşaqda deyirlər ki, çox gec düzələ bilər də, bəlkə də heç mümkün deyil. Biz simptomlara kömək eləyə bilirik, bəli. Neyron əlaqələri düzəltməklə, amma bu uşaqda xromosomlarda, genetikada olduğu deyə o simptomları biz 100% çıxarda bilmirik. Tərbiyə ilə biz kömək eləyirik o uşağa. Demək istəyirəm ki, o uşağı bütün ömür ancaq köməklə sağaldırıq. O birisi uşaqda biz müalicə ilə 100% çıxarda bilirik o vəziyyətdən. Doktor, sizin müalicəniz necə aparılır? Yəni sizin metodunuz haqqında istəyərdim ki, danışaq. Bəli. Əsas mənim metod başlayır neyrodiaqnostikadan. Uşaq gəlir şikayətlərlə. Autistik spektr pozuntusunun simptomlar var, doktor. Çox hiperaktivdir. Mənim uşaq danışmır. Nitq ləngiməsi var. Bu şikayətlərlə gəlir. Mən bunun səbəbi tapıram. Dəqiq diaqnoz qoyuram və o mərkəzləri mən inkişaf elətdirib, neyron əlaqələri düzəldib, onunla da o simptomlar keçib gedir. Əsas diaqnozdur. Əsas diaqnozdur. Bəli. Yəni diaqnoz düz qoyulanda ümumiyyətlə tibbin bütün sahələrində belədir. Öncə diaqnoz doğru qoyulduqdan sonra məsələni kökündən həll etmək olur. Doktor, çox valideynlər autizmi pəhrizlə müalicə eləyirlər. Bununla münasibətiniz necədir? Bu geniş bir yayılmış mifdir. Mifdir. Bəli. Bizim bağırsağın işləməyi beyindən asılıdır. Əksinə yox. Beyin bağırsağın fəaliyyətinə nəzarət edir. Autistik spektr pozuntusu ilə uşaqlarda bəli, bu problemi biz görürük. O da yenə də neyron əlaqələrlə bağlıdır. Beyində neyron əlaqələr düzgün deyil və o impulslar bağırsağa düzgün getmir deyə bağırsaqda bəzi probiotiklər, Lactobacillus reuteri, Lactobacillus rhamnosus, Bifidobacterium lactis, o probiotiklər düzgün formalaşmır. Əsasən qəbizliklər olur. Bu simptomları biz müalicə eləyirik. Amma bu simptom yoxdursa, biz uşağı ciddi diyetalara qoymuruq.
Çünki beyin ən çox enerji sərf eləyən bir orqandır və uşaq yaxşı qidalanmalıdır. Beyinə qlukoza da lazımdır, karbohidratlar lazımdır ki, yaxşı işləsin, inkişaf eləsin. Və əgər biz uşağa bunu vermirik, beyin inkişaf da eləmir. Glutendən düzdür, uzaq durmaq lazımdır. Elə mən bunu sual verəcəkdim ki, bəzi autizm spektr pozuntusunda xüsusilə glutendən uşaqları uzaq saxlayır. Yəni o məmulatlarından uzaq saxlayırlar ki, bu daha çox uşaqları aqressivləşdirir. Adi bir kökəylə, çörəklə uşaq necə dəyişə bilər, necə ona təsir edə bilər? Yəni bu doğrudurmu? Bəli, bu yəni, doğrudur. Bunu uzaq tutmaq lazımdırmı? Autistik spektr pozuntusunun simptomları çoxdur. O da diaqnostikada bilinir hər şey. Valideynlərdən soruşuruq. Uşaq makaron, spagetti, çörək, un məmulatları yeyəndən sonra siz görmüsünüz ki, uşaq aqressiv olur, impulsiv olur, yuxusu pozulur, stres. Bu şeyləri görürsünüzmü? Valideyn deyir, bəli doktor, çörək yeyən kimi mənim uşaq tamamilə dəyişir. Maraqlı məlumat. O zaman mən bilirəm ki, bu uşaqda doğrudan bu autizm spektr pozuntusu bir simptom kimi gedir. Olur ki, mən valideyndən soruşuram, sizin uşaq çörək, un məmulatlar yeyəndən sonra davranışı dəyişirmi? Deyir, mən yox görməmişəm doktor. O vaxt yox. Biz onu diyetaya qoymuruq o uşağı. Çünki yenə də beyinə qida lazımdır. Biz simptomları müalicə eləyirik. Doktor, glutenda nə var ki, uşaqlara bax bu cür mənfi təsir eləyir? Aha. Glutenda xüsusi bir zülal var. O həmin neyron əlaqələri düzəlməsinə mane olur. Maraqlıdır. Ona görə böyüklərə də ziyandır o. Bizə də mane olur. Deyirik, yaddaşı itirmişəm. Məsələn, çox stressliyəm, çox qıcıqlanıram hər şeyə. Biz də o zülalı azaltmalıyıq. Demək nə edirik? Həyatımızdan gluteni çıxardırıq, yəni un məmulatlarını çıxardırıq. Beləcə həm arıqlayıb formaya düşəcəyik, həm də ki, beynimizdə əlaqələri düzgün quracağıq, düzgün bərpa edəcəyik. Bəli. Düz deyil? Mən çörək yeməyəndə olmur. Siqnal getirir Amma bizdə o çörəkdə olan karbohidratlar lazımdır. Ona görə tamamilə kəsmək Doktor, indi biz olmaz. qalmışıq. Bax bu iki seçimin arasında. Azaltmaq. Azaltmaq. Az yeyirik, amma tamamilə də kəsmirik. Bu sualı vermək istəyirəm. Zarina xanım, düşünürəm ki, tamaşaçılarımız üçün də çox maraqlıdır. Sizin metodunuz dərman müalicəsindən nə ilə fərqlənir? Dərmanlar simptomları sadəcə müvəqqəti azaldır. Biz səbəbi onunla müalicə eləmirik. Tamamilə, yəni kökündən həll eləmir. Yox, çox zaman ziyan da verir bizə. Məsələn, Ağrını azaldır. aqressiv uşaqlarda, stres olan uşaqlarda, yuxusuzluq olan uşaqlarda biz məsələn dopamini azaldırıq. Onunla da o simptomlar azalır. Uşaq sakit olur, yuxulu olur, aqressiyası azalır. Amma bizə o dopamin beynin inkişaf üçün lazımdır. Həmin o neyron əlaqələri qurmaq üçün, inkişaf eləmək üçün o bizə lazımdır. Biz də uşağı sakitləşdirib dərmanlarla dopamini azaldırıq, beyin inkişafdan qalır. Başqa yollarla götürmək lazımdır. Həmin o aqressiyaya, hiperaktivliyə cavab verən beynin mərkəzləri inkişaf eləməklə. Onunla biz beynin işləməyi normaya getiririk və uşağın öz davranışı da normaya getiririk. Belə bir qənaətə gəlirik ki, hə Zümrüd xanım, siz müalicəni dərmanlarla yox, digər metodlarla həll eləyirsiniz. Bəs bu metod nədir?
Siz bu sirri açmaq istəmirsiniz? Bəli. Bu metod yenə də neyrodiaqnostikadan hər şey başlayır. Neyrodiaqnostikada beynin hansı mərkəzlərdə neyron əlaqələr pozulub, onu tapırıq. Onunla biz diaqnozu bilirik. Məsələn, bu simptomlar autizm spektr pozuntusunun simptomu kimi gedirmi, yoxsa ayrı bir diaqnoz kimi gedirmi? Sonra biz başlayırıq o mərkəzlərdə neyron əlaqələri düzəltmək. Tamamilə ziyan olmayan bir metodla, ancaq beyni inkişaf eləməklə, o da elektrik dalğalar deyil, maqnit dalğalar deyil, hansılar ki bizdə epilepsiya ocaqlar yarada bilər. Bu sadəcə audio dalğalardır. Məsələn, biz mahnı qulaq asanda biz xəstələnmirik, bizə ziyan vermir. Bu audio dalğalar elə qurulur ki, beyində neyron əlaqələr bərpa etsin, beyin ancaq inkişaf eləsin. O inkişafla da əlbəttə ki, simptomlar keçib gedir. Doktor, sizin metodunuzun dünya təcrübəsində yeri hardadır? Bu metod müasir neyrofiziologiya məlumatlarına əsasən qurulub, protokollarda var, bütün dünyada tətbiq olunub, protokollara daxildir, lisenziyalıdır, tamamilə ziyansızdır, effekti də yaxşıdır. Hal-hazırda bizi izləyən valideynlərə sonda nə demək istəyərdiniz? Əziz valideynlər, mən çox vurğulamaq istəyirəm ki, autizm spektr pozuntusu, diqqət çatışmamazlığı, hiperaktivlik sindromu, nitq ləngiməsi, tamamilə nitqin olmaması müasir zamanda tamamilə müalicə olunur. Məsələn, biz təsəvvür də eləyə bilmirdik ki, sadəcə USM, daxili orqanları USM-lə görürük. Müasir zamanda normal gəlir bu. Amma əvvəl USM təzə çıxanda heç kim buna inanmırdı. Necə olur ki, aparatla daxili orqanları görürük. Amma indi biz sadəcə ona gedirik. Bəli. Diaqnozu qoyuruq, dəqiq, onunla müalicə aparırıq. Və indiki müasir zamanda bu şikayətlər də müalicəvidir. Demək, tibb inkişaf eləyir, bütün xəstəliklərin müalicəsi mümkündür. Yəni buna inanın, gəlin. İnşallah. İnşallah ki, sizin də evladlarınız hansı xəstəlikdən əziyyət çəkirsə, tez bir zamanda o xəstəlikdən qurtular və canları sağlar. Zəynə xanım, təşəkkür edirik. Çox sağ olun. Gəldiyiniz üçün. Sizə də çox təşəkkür eləyirəm dəvətiniz üçün. Belə verilişimizin sonuna gəlib çatdıq. Çox xoş oldu. Məncə də mənə elə gəlir ki, çox maarifləndirici oldu. Əlbəttə, aktual bir mövzuya toxunduq. Necə eləyək Zümrüd xanım? Verilişimizi yekunlaşdırırıq. Bəli, verilişimizi yekunlaşdırırıq. Bizi izləməyi unutmursunuz. Səhifəmizə abunə ola bilərsiniz. Digər səhifələrdə, TikTok səhifəsində, Instagram səhifəsində bizi izləyə bilərsiniz. Hətta YouTube səhifəmizdə də. Bugünlük sizdən sağollaşırıq. İnşallah yerdən görüşmək ümidi ilə. Canınız hər zaman sağlam olsun. Kraton klinik sağlamlığınızın qeydinə qalır. Klinikada qadın, kişi, uşaq sağlamlığı, eləcə də gastroenterologiya, hepatologiya bölmələri fəaliyyət göstərir. Gözəlliyinizin də qeydinə qalan klinikada kosmetologiya və estetik cərrahiyyə şöbələri var. Fərqli tibbi xidmətləri bir mərkəzdə almağınız üçün peşəkar mütəxəssislərdən ibarət fizioterapiya, manual terapiya və reabilitasiya mərkəzləri xidmətinizdədir. Mərkəzimiz peşəkar tibbi personal ilə yanaşı ən müasir cihazlarla da təmin olunmuşdur. Burada çalışan peşəkar mütəxəssislər endokrinoloq, kardioloq, terapevt, infeksionist, ginekoloq, uroloq, androloq, dermatoloq, dietoloq və digər poliklinika ixtisaslarında tibbi xidmətlər aparılır. Klinikaya müraciət edərkən cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmaforez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətlərindən də yararlanmaq imkanınız olacaq. Klinikaya estetik cərrahiyyə, ginekologiya, andrologiyada istifadə olunan son model cihazlarla təmin olunmuşdur. Onu da qeyd edək ki, hazırda klinika tələbələr üçün tibbi xidmətlərdən güzəştli istifadə fürsəti yaradıb. Sağlamlığınız uğur hekayəmizdir. Verilişimizə baxın ki, həkiminizi yaxşı tanıyasınız. Hələlik. Sağ olun. Sağ olun.
olun.